Bijuteriya biznesi qurmaq istəyənlər, aksesuar biznesi qurmaq istəyənlər bu kimi vitrinlərdən daha ucuz, daha 150 manat, 155 manat gördüyünüz kimi qalxdıqca 180 manat, 225 manat kağızlar var, qiymət kağızları var, endirim kağızları bu şəkildə divara bərkidilir, qollar vurulur və üzərinə daha sonra papaq üçün bunu Instagram səhifələrində görmüşdüm. Papaqların meyvə tərəvəz hissəsinə aid olan vitrindir. Burada 4 rəf 370 manat meyvə vitrini. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazadan detallı video çəkib hazırlamağa gəlmişik ki, ən çox bizdən soruşulan suallardandır ki, mağaza açım, hansı mağazanı açım? Hansı məhsulları hardan alım? Bildiyiniz kimi konseptimiz bunun üzərindədir və bugün də sizə mağaza açmaq istəyənləri, xüsusən də mağazası olanlara vitrin aksesuarları toptancısından detallı video çəkirik ki, mağazada məhsuldan öncə lazım olacaq sizə həmən bu detallardır ki, mağazanın qurulmasında ən vacib nüanslardan biridir. Ümumi olaraq mağaza harda yerləşir? Yenə Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisi Meyvəli dairəsindən Üzül Ökbatan istiqamətinə gəldikdə yolun kənarında iki korpusda yerləşir ki, sol istiqamətdə yerləşir ki, korpus, 4-cü korpus, mağaza nömrəsi 1. Mağazanda zaten geniş yazıları, tabelası var ki, elə meyvəlinin kuruğundan diqqətlə baxsanız, rahat şəkildə görmüş olarsınız, gəlib tapmış olacaqsınız. İndi isə keçib ümumi olaraq hansı mağazalar üçün vitrinlər var. Demək olar ki, bütün mağazaların qurulmasında lazım olan vitrin çeşidlərini var. Marketdən tutmuş, aksesuar, paltar, geyim, təsərrüfat malları, daha sonra inşaat mallarının mağazalarına nə qədər bütün çeşidləri tapa bilərsiniz. İndi isə keçib inşallah yaxından qiymətlərlə birlikdə sizlərə göstərim. Getdik. Gördüyünüz kimi həddən çox çeşidlə fəaliyyət göstərir mağaza. Qeyd elədiyimiz kimi bütün mağazalar üçün olan vitrin və aksesuarları irəliləyən zamanlarda hər birini sizinlə yaxından qiyabi olaraq da tanış edəcəyik. Amma videoya keçməzdən əvvəl mütləq şəkildə kanalımıza abunə olun, bildirimləri açın və videomuzu da bəyənin. Ətrafınızda geyim sahəsində ümumiyyətlə mağaza işlədən dostlarınız varsa, market işlədən dostlarınız varsa, bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da bu birinci toptancı mağazanı, ixalcı mağazanı tanısınlar. Vitrinlərini yeniləmək istəyən zaman və yaxud da mağaza qurmaq istəyənlər varsa, mağaza qurmaq lazım olduğu zaman mütləq ki, bu məhsullara ehtiyacı olacaq və o zaman da gəlib daha uyğun qiymətlərlə əldə edə bilsin. İndi girişdən başlayırıq. Girişdən gördüyünüz kimi sağ tərəfdə ambarlar üçün olan və xırda ambarlar üçün və böyük ambarlar üçün olan rəflərdir ki, strelaj çeşidlərdir ki, bunların da fərqli çeşidləri var. Gördüyünüz kimi standart olan çeşidlər də var və ölçü ilə tənzimlənə bilən çeşidlər də var ki, İstədiyiniz hündürlükdə, istədiyiniz sayda bu rəflərini qaldırmaq mümkündür. Mən qiymət olaraq bir neçəsini sizə nümunə olaraq göstərdim ki, ən kiçikləri baxın belə bir 4 mərtəbəli sterelajlar, rəflər 130 manatdır. Pərakəndə bir ədədini satış aldığınız zaman 150 manat, 155 manat gördüyünüz kimi qalxdıqca 180 manat, 225 manat sərtliyi, möhkəmliyi və keyfiyyət artdıqca üzü yuxarı dəyişir. Bunların isə qiyməti isə ölçüsünə görə təbii ki dəyişir. Ölçülər olaraq 200-ün 60 dərinliyidir, 200 enidir. Hündürlükdəki təxminən 50 sm olmalıdır, səhv eləmirəmsə. Bunların da artıq ölçü ilə tənzimləndiyinə görə rahat şəkildə mağaza əlaqə nömrələrindən əlaqə saxlayıb qiymət təklifini ala bilərsiniz. Mütəmadi şəkildə videonun altında əlaqə nömrələri qeyd olunacaq. Daha sonra isə marketlərdə, girişdən sol tərəfdə gördüyünüz kimi marketlərin qurulmasında istifadə olunan vitrin çeşidlərinin bütün çeşidləri var. Fərqli rənglərdə, formalarda. Bildiyiniz kimi bu vitrin çeşidləri də, vitrin məhsulları da geyim kimi, digər məhsullar kimi dəbi var. Daimi ildən ilə fərqli rəngləri çıxır ki, bu mağazadan da hər il yeni dəbdə, yeni trenddə olan vitrin rəfləri də əldə edə bilərsiniz. Bunların da qiymət olaraq market vitrinlərinin 180 manat bir tərəfli olan çeşidləridir. Nümunə olaraq irəlidə göstərəcəm. Yəni bunlar bir tərəfli olaraq gördüyünüz vitrin çeşidləridir. Bunlar isə iki tərəfli olaraq vitrin çeşidləridir ki, yəni həm bu tərəfinə, həm də digər tərəfinə məhsul yığınını eləyə bilərsiniz. Bunların isə bir ədədinin vitrinin qiyməti başlayır 260-280 manatdan. Səhv eləmirəmsə, düzgün xatırlayıramsa əgər, bayaqları mağaza rəhbərliyindən də qiymət soruşdum. Daha sonra burada digər kliyonka, stolüstü vitrini də var ki, təkərlə bunda satış, xırdavat, nə bilim, digər unvermaqlar alış eləyə bilər. Marketlərdə istifadə olunan gördüyünüz kimi səbət çeşidləri, əl səbətləri və araba çeşidləri var. Əl səbətlərinin qiyməti başlayır sadələr. Buna həm mağazalarda, həm digər aksesuar mağazalar və s. kimi də istifadə olunur. 7 manatdan başlayır. Bir ədədinin qiyməti, toplu alış zamanı isə endirimlər olunacaq. Toplu alış zamanı və yaxud da sıfırdan mağaza qurmaq istəyirsinizsə, sırf
bizim də adımızdan verə bilərsiniz ki, Toptancılar kanalından gəlmişik. Mağaza rəhbərliyinə danışığımız var inşallah. Bizim kanaldan gələnlərə cüzi də olsa belə əlavə endirimlər olacaq, digər müştərilərdən fərq qoyulacaq. Daha sonra isə biraz daha getdikcə ölçü bölünür. Materialına görə və əsasən ölçüsünə görə və material keyfiyyətinə görə qiymət dəyişir. 7 manatdan başlayaraq, 6-7 manatdan başlayaraq 12 manat, 9 manat, 9 manat 50 qəpik dəmir çeşidləri var ki, 22 manata baxın belələri var, 11 manata belə bildiyimiz sadə çeşidləri var. Daha sonra təkərlilərin xırda təkərli çeşidləri var, 35 manat, 50 manat, 40 manat olaraq 45 manat yenə burada da materialına görə, keyfiyyətinə görə dəyişir. Digər tərəfdə isə əl arabalarıdır ki, bunlar da yenə Çin istehsalı və Türk istehsalı olduğuna görə fərqli qiymətlərə təklif olunur. 145 manatadan başlayır səhv eləmirəmsə, yenə də saya görə fərqli qiymət endirimləri 3-5%, 10%-ə qədər fərqli qiymət endirimlər ala bilərsiniz. Daha sonra isə həmən marketlərdə, ambarlarda istifadə olunan belə təkərli məhsulların daşınmasında istifadə olunan arabalar var. Daha sonra marketlərdə, yəni baxanda zaten videodan bəllidir nə iş görür, paket vitrinləridir belə bu şəkildə. Daha sonra dəmir şkaflardır. Konfet üçün, konfet bölməsinə aid olan vitrindir. Daha sonra meyvə tərəvəz hissəsinə aid olan vitrindir. Burada 4 rəf 370 manat meyvə vitrini. Üzərində də yəni qiymət olaraq bəzi məhsulların var. Daha sonra burada marketlərin girişində istifadə olunan 210 manata dəmir. Daha sonra belə taxta və dəmirlə işlənmə vitrinlər, bunda üzərində qiymət qeyd olunur. 350 manatdır. Daha sonra buradan girək. Burada da marketlər vitrinlərindən baxın belə divar dibi, həm künclük ilə bir yerdə, künclük hissəsi, daha sonra digər hissələr, divar hissələri də var. Burada da yenə qeyd etdiyim kimi qiymətlər fərqlənir. Materialına görə, rənginə görə, keyfiyyətinə görə dərinlik ölçüləri var. Daha sonra eni var ki, 90 sm, 1 metr, dərinlik 45, 40, 50 olaraq fərqli qiymətlər olduğuna görə, qiymət də buna görə dəyişir. Sırf mağaza işi görmək istəyənlər, açmaq istəyənlər, ciddi şəkildə bu işi görmək istəyənlər mağazaya yaxınlaşmaq tövsiyə edirik ki, gəlsinlər mağazada məhsullarla real olaraq yerində tanış olsunlar, keyfiyyəti ilə, materialı ilə, qiymət təkliflərini alıb, daha sonra isə alışını edə bilərlər. Toplu alış zamanı, mağaza açdığınız zaman, toplu sıfırdan alış zamanı da çatdırılmada dəstək olunur, çatdırılmalar olunur. Qara rəngi, ağ rəngi olmaqla 29 manat, 31 manat, üzü fərqlərindən, qiymət fərqlərindən ölçülər də dəyişir. Qiymət atdıqlarıdır, bunlar da fərqli ölçülərdir, yenə də var. Həm ayaqüstü modellər var. 8 manat 50 qəpikdən başlayaraq fərqli hündürlük ölçüsünə görə zibil qabılardır. Daha sonra girişlərdə istifadə olanlar, nə bilim event təşkilatçılar da məsələn bunlardan istifadə edir. Tədbir təşkilatçıları və s. bu kimi məhsullardan istifadə edir ki, o da bu mağazadan əldə edə bilərlər. Ara kəsmələrdir, fərqli həmən ledlərlə istifadə olunan qızılı rəng, gümüşü rəng olan çeşidlərdir. Dəmir vitrinlərin, aksesuar və yaxud da nə bilim digər xırda tekstil ola bilər, corab, geyimdə istifadə oluna bilən belə ayaqüstü modellər var. Gördüyünüz kimi, baxın 64 manatdır. Belə hündürlüyü 5-6 siyirmədən ibarətdir. 76 manata daha enli. Qiymət baxımından müqayisədə bunu almaq daha sərfəlidir. Misal olaraq ki, 76 manat, 12 manat fərqi var, amma bu onun 2 onu boyda olur. Həm ağ, həm qara rəngi burada var. Paralel şəkildə gedək. Sağ tərəfimizdə isə burada yenə də qiymət, müştərilərə, məhsullara qiymət göstərmək üçün istifadə olunan həm kağızlar var, qiymət kağızları var, endirim kağızları 1 manatdan başlayır, paçkaları, hətta 80 qəpik olan çeşidlər də var, böyüklər. Xırda, fərqli dizaynda olan çeşidləri var. Baxın beləsə iləri 80 qəpik, böyükləri 1 manat, 1 manat 20 qəpik dəyişir. Və həmən kağızları qoymaq üçün istifadə olunan belə qiymət təqdimatı üçün istifadə olunan nədirlər, atdıqlar, dəmirdən olan fərqli. Bunların üzərində qiymət yoxdur. Həmçinin də qabların və sair vitrinlərdə sunumluq olaraq istifadə olunan qiymət kağızları, məhsul atdıqları, baxın belə restoranlarda menyu və s. kimi təqdim olunur. Bunlar da yenə qiymət 2 manat, 1 manat 50 qəpik, fərqli qiymət çeşidləri. Burada da nömrələr var, yenə də istifadə edə biləcəyiniz zibil qabı çeşidləridir. Bunlar da ofislərdə, marketlərdə və s. Sadələri 3 manatdan başlayır, 18 manat, daha fərqli, bahalı lüks məkanlar üçün istifadə olunan digər çeşidlər də var. 100 manat, 120 manat və s. qiymətdir. Bunlar da yenə marketlərdə, otellərdə, restoranlarda istifadə olunması araba çeşidlərdə dəmir və plastik olmaraq fərqli çeşidi var. Qiyməti də yenə üzərində qeyd olunub 110 manata məsələn bunun tək satış qiymətidir. Burada da bir qism təsərrüfat malları da var ki, skoçdur, silikon kleylərdir və s. ehtiyac olduqda onu da buradan elə
rahat şəkildə götürə bilərsiniz. Mağazanın ikinci hissəsində marketlərin arxa tərəfində gördüyünüz kimi burada artıq əsasən bura geyim sektoru, geyim mağazalarına aid aksesuarlar, vitrinlərdir. Baxın, belə pufiklərdir. Arxa tərəfdə də qeyd etdiyim kimi aksesuarlar, kosmetika və s. İndi yavaş-yavaş sizlərə göstərək kanalımıza abunə olmağı və bu videonu da bu mağaza işlədən açmaq istəyənlər göndərməyi unutmayın. Gelirik buradan yenə sağ tərəfdən gördüyünüz kimi 5 ilka çeşidlərindən. Burada qeyd etdiyimiz kimi 5 ilka çeşidlərində hər il fərqli dəbə görə fərqli çeşidləri, dizaynda olan çeşidləri gəlir. Burada da yenə həm sadə, prostoy olan çeşidlər var. 30 qəpikdən başlayaraq taxta, plastik, dəmir 40 qəpik olan çeşidi var, 80 qəpiyə, 1 manat 40 qəpik olan çeşidi var. Daha sonra 2 manat olan çeşidlər var ki, keyfiyyətinə görə yenə qiymət təsir edir. Həmçinin 5 ilka çeşidlərinin belə sadə, fərqli hansı geyimlərdə istifadə olunur tam olaraq bilmədim. Daha sonra pufik çeşidlərdir. Pufiklərin də qiymətlərini də öyrənərik. Üzərində qeyd olunmayıb. Pufik çeşidlərində həm dairəvi formada, kvadrat formada, üzəri vilur, parça ilə olan və süni dəri ilə olan çeşidləri var. Daha sonra burada baxın 80 manatdan başlayır. 126 manat. Fərqli qiymətlərdə belə asılqan çeşidləri. Asılqanın elə bil əsas hissəsi bunlar asılqan gedir. Bunların adı nə gedir? Tam olaraq bilmirəm. 45 manata baxın belə bir nerjlə olan çeşidi var. Bunu həm evdə, qarderobda istifadə edə bilərsiniz və yaxud da yenə də biznes mağaza qurmaq istəyənlər eləyə bilər. Moda evləri və s. kimi hansı ki geyimlə əlaqələri var. Bütün burada fərqli ölçülərdə, fərqli materialda, möhkəmlikdə çeşidlər var ki, qiymət də yenə 35 manata, 25 manata belə var. Qiymətlər də yəni pərakən üzərində qeyd olunan qiymət yəni tək satış qiymətidir. Toplandıq zaman müəyyən qədər də fərq qoyulur. 72 manata, belə 239 manata fərqli üzərində asa biləcəyiniz, üzərinə nəsə qoya biləcəyinizin çeşidi var. Qızılı, bu ilin dəbi mağazada əməkdaşlarından soruşdu. Bu ilin dəbi qara və qızılı rəng olan, trenddə olan vitrin çeşidləridir ki, burada da yenə üstünlük həmən rənglərə verilir. Belə qiyməti var. 159 manata, 218 manata. Ayaqqabı qoyulan kimi də istifadə eləmək olar evlərdə də, böyük mənzillərdə, villalarda və s. Daha sonra papaq üçün bunu Instagram səhifələrində görmüşdüm. Papaqların vitrin olaraq istifadə olunur. Baxın bu çeşid, bunun qiyməti 130 manat. Qarşıdan eynək mövsümü gəlir, sonra kepka mövsümüdür. Hal-hazırda papaq daimi var, qışı, yayı, yaylıq və s. Burada da fərqli vitrinlər var. Baxın 110 manata, baxın belə vitrin var, fırlanır, dəmir üzərinə öz sahənizə uyğun olaraq istifadə edə bilərsiniz. Belə daha çox bölmə ilə olan hissə var. Bu da 110 manatdır qiymət olaraq. Bunlar da eynidir, qiymət 110 manatdır. Baxın, burada gördüyünüz fərqli rəng çeşidləri ilə istədiyiniz bu kimi aksesuarlarında üzərində istifadə edə bilirsiniz. Taxta ilə ola bilər, dəmirlə ola bilər. Fəaliyyət göstərəcəyiniz sahəyə görə, yenə mağazaya görə, geyimin xanım, bəylər üçün olan geyim tərəfdən çox elə təcrübəmiz yoxdur, amma yenə də baxanlar zaten başı çıxanlar bunu biləcək. Eynəklər üçün olan çeşidlər də burada görsədə, eynəklər üçün belə az sayda olan və daha çox sayda olan yığa biləcəyiniz fərqli çeşidlər var. Bunu aksesuar olaraq da üzərində həmən bu qollardan keçirdib fərqli aksesuar sunumunu da təqdimatını eləyə bilərsiniz. Daha sonra 5 ilka çeşidlərinin bir fərqli, daha yuxarı qiymətə və fərqli çeşidlərini baxın. Keyfiyyətdə olan çeşidlər 10 manat. Bunun qiyməti misal 10 manatdır. Daha butiklər, daha bahalı məhsullar satan, geyimlər satan mağazalar istifadə edə bilər. Bir ədəd 10 manat taxta və dəmirlə işləməli. Sadə çeşidlər var, yəni taxtanın 1 manat 30 qəpik, 2 manat 40 qəpik. Burada fərqli yəni qızılı plastik, gümüşü, sadə ağ plastik 50 qəpiyə, 1 manat 50 qəpik. Ölçüyə görə və materialına görə qiymətləşir. Dəmirlər də var, dəmirlərin də topa deyəndə 4 manata 10 ədədi. Pufiklərin burada fərqli rəng çeşidlərini görürsünüz. Qiyməti burada qeyd olunur. Bir ədədi 15 manat. Baxın belə bir. Bunları yenə mağazalarda istifadə edə bilərsiniz. Gözəllik salonlarında, digər məkanlarda istifadə oluna bilər. Daha sonra burada mağaza girişlərində, kofe shoplarda, nə bilim restoranlarda, mağazaların elə girişin özündə də belə elan lövhələri var. Bunlar nə ilə markerlə yazılır. Markerlə yazıla bilər, üzəri şüşədir. Daha sonra paltar asılqanları, yenə evlərdə, ofislərdə istifadə oluna bilər. Bir neçəsinin üzərində qiyməti var 40 manat. Belə taxta ilə olan, taxtadır, yox, dəmirdir. Daha sonra belə daha çox asılqanla olan 5 ilka çeşidlərinin belə pencək, kostyumlar üçün istifadə olunan taxta çeşidlər. Bunların 55, 50, 55 sənət fərqlənmirəmsə, irəlidə qiyməti var. Salonları üçün, gözəllik salonları üçün,
nə bilim, atelyelər üçün 70 manata, baxın belə. Kənarı dəmir, boy olaraq da hardasa 1.50 ölçüdə olan belə çeşidlər var. Digər tərəfdə daha aşağı qiymətdə 45 manata olan çeşidlər var, baxın. Təkərli hərəkət eləyə bilir. Marketlərdə, mağazalarda, regionlarda və Bakı ətrafı ərazilərdə ən çox daha ucuz başa gəlsin deyə bu kimi vitrinlərdən daha çox istifadə olunur. Bu şəkildə divara bərkədilir, qollar vurulur və üzərinə bunun kimi lövhələr taxtadan bərkədilib hazırlanır, vitrinlər düzəldilir. Dərinlik olaraq da qolların ölçüsünə görə tənzimləyə bilirsiniz. Ta 15 sm-dən başlayaraq 45-50, bəlkə 55-60 sm-yə qədər dərinlikdə olan qollar var. Yenə də satacağınız məhsula görə bunu müəyyən eləyə bilərsiniz. Həmən qonuların bu şəkildə yığılıb açılan, tənzimlənə bilən variantlar da var. Sadə belə variantlar var, divara bərkidilən. Bunlar isə keçmə olan variantlardır. Bunların da qiyməti çox cüzi bir şey olacaq. Üzərində qiymət var. 1 manat 50 qəpik, 1 manat 30 qəpik. Fərqli sadələri bunlar da yenə 80 qəpik, 60-50 qəpikdən başlayır. Ölçüsünə görə, materialına görə, möhkəmliyinə görə qiymət dəyişəcək. Burada da ən çox bizim izləyicilərdən maraqlı olacaq vitrinlərdir ki, aksesuar, çünki bijuteriya tərəfdən çox izləyicilərimiz var. Paylaşan zaman reaksiyalar daha çox olur. Baxın, bijuteriya biznesi qurmaq istəyənlər, aksesuar biznesi qurmaq istəyənlər bu kimi vitrinlərdən daha ucuz, daha maliyyəti az olan qiymətlərdir ki, lövhəni alırsınız, üzərinə də istədiyiniz sayda bu qollardan bərkidib məhsullarınızı təqdim eləyə bilərsiniz. Mebeli, üzərində mebel və yaxud da tək bu dəmir hissəsində ala bilərsiniz. Qollar isə başlayır 50 qəpikdən, həmən bu qollar ölçüsünə görə dəyişir. Burada aksesuardır, bunları telefon mağazalarda istifadə eləyə bilər, bijuteriya mağazalarda istifadə edə bilər. Asılqan yeri olan bütün aksesuar mağazalarında istifadə eləmək imkanı var. Eləcə də bunun fərqli, bunun kimi olan setkası da var. Bunlara da yenə üzərinə qolları keçirdib məhsullarınızı burada təqdim eləyə bilirsiniz. Daha sonra keçək bu tərəfdə nəyimiz var. Burada da mətbəxlərdə, restoranlarda, otellərdə fərqli aid bir qism məhsullar var. Belə fərqli qablardır, saxlama qabları, plastik və dəmir olmaqla burada da bir qism həmən məhsulları tapmaq mümkündür. Sağ tərəfdə yenə geyimlərdə, nə bilim, aksesuarlarda istifadə olunacaq lövhələr, panellərdir. Panellərin üzərində də qollar da yenə yerləşdirilir. Bu şəkildə müştərilərinizə təqdim eləyə bilərsiniz. Bunu həm təsərrüfat malları satan mağazalar eləyə bilər, həm geyim satan, həm aksesuar satan. Bu şəkildə elə burada da yığılıb, siz də bu şəkildə konteynerlərdə, kiçik konteynerlərə yığıb məhsullarınızı təqdim eləyə bilərsiniz. Geyim aksesuarları satan yerlər ola bilər, əl işi aksesuarları, əl işi materiallar satılan mağazalar və s. Dabankeşlərdir, fərqli taxtadan, plastikdən olan mağazaların qapıları üçün bağlıdır, açıqdır, yazılı. Bayraqlar, açılışlarda istifadə olunan bayraqlar 3 manatdır. Bu qiymət isə uzunluğu 11 metr. Belə sunumluqlar var. Plastik, fərqli, yəni burada da marketlərdə pul qabı, qəpik qalığı, belə zəncir, geyimlərdə yəqin ki, bu daha çox istifadə olunur, plastik və dəmir olmaqla. Daha sonra geyimləri götürmək üçün istifadə olunan nəysə hündürdə olan hər hansı bir şeyi götürəndə istifadə olunur. Birini görsədək. Belə maqqaj hündürlük üçün. Bunu evlərdə də, nə bilim, həyət evlərində istifadə oluna bilir. Həmçinin mağazalarında hündürdən nəyisə götürmək üçün istifadə olunan həmən bu uzadıcı. Bunlar da boyuna görə buradan açıb tənzimləyə bilirsiniz. Qiymət olaraq 7 manat qeyd olunub. Bu göylər, göy və qarılar 7 manatdır. Bunlar isə 6 manat. Bu maqqajlar 6 manat. Eviniz üçün də lazım ola bilər. Sağ tərəfdə də qiymət göstəricilərinin fərqli formaları var. Sadə, plastik, şəffaf, maqqaj formasında olan çeşidlərdir. Qiymət vuran aparatlardır. Baxın, belə qiymət yapışdıran aparatlardır. Üzərinə vurub bu şəkildə istifadə olunur. Qiymət olaraq 20 manat. Fərqli qiymətlərdə olan çeşidlər 17 manata olan. Qiymətlər nə yaxşı ucuzdur bu. Bunlar 7 manatdır. Bunlar 20 manat. 6 manat. Bu bunun qiymətidir görən. Daha sonra belə, bunlar nədir? Belə açarlıqlar var. Meyvə şirkalar, yenə bu geyimlərdə daha çox istifadə olunur. 1 manat 50 qəpik, 50 qəpik, fərqli asılqan çeşidlərdir. Baxanlar özləri biləcək. Nömrələr də yenə qızıl rəydə olan nömrələrdir. Qiymət vizitka qabları formasında baxın belə şeylər var. Şəffaf, belə plastik,
siqaret üçün, siqaret satışında baxın burada nümunə olaraq qoyulub. Belə dördülü. QR və sair restoranlarda 1 manat 50 qəpik. QR və sair kimi şeyləri təqdim eləmək üçün. Bunlar da yenə orada göstərmişdik. Burada da yenə fərqli çeşidlər var. Kağızlar da qiymət kağızları 3 manata. Allah bilir içərisində neçə dənədir. 10 dənədir. 10 ədəd. Birində də bir 100 dənə olsa 1 illik bəsdir. Yenə də bijuteriya, digər aksesuarlarda istifadə olunması fərqli. Ayaqüstü olan belə təkərli. Və bunda da hazır stok şəkildə var. Bir qism daha çox mütəmadi şəkildə alınan məhsulların, amma yenə də istədiyiniz sayda ambardan, mağaza, sıfırdan mağazanın qurulmasında lazım olacaq bütün çeşidləri tapa bilərsiniz və say olaraq da alışını eləyə bilərsiniz. Burada da yenə qiymət kağızlarının digər dizaynda olan çeşidlərdir. Baxın, belə açarlıq çeşidlərdir ki, otellərdə məsəl üçün açarların üzərində vurmaqda istifadə oluna bilər. Hazır nömrəli açarlıqlardır. Belə daha sadə 10 qəpiyə olan sadə versiyaları var. Bunlar isə 3-4 manatdan başlayır, 4 manatdan başlayır. Fərqli rəng çeşidləri də var. Plastiklə olan 3 manatdır. Dəmirlər 4 manatdır. Belə fərqli dizaynda, dəri ilə olan dəmir və s. formada. Bunlar da maqnitlərdir. Bunlar da qiyməti 14 manat. Maqnit nə üçün istifadə olunur? Geyim dükanlarında o qiymət şeyini qopardmaqdan ötürü maqnitlər. Gördüyünüz kimi mağazanın bu hissəsində isə əsasən taxta və dəmir, demək olar ki, bu səhv eləmirəmsə loft üslub gedir. Taxta dəmirlə işləməli, fərqli rəfli çeşidlər var ki, burada da kosmetika üçün istifadə edə bilərsiniz, ətirlərdə istifadə edə bilərsiniz, ətir mağazalarında, digər aksesuar mağazalarında. İndi bizim nümunə olaraq burada ətir, aksesuar və s. qoyulub, amma siz öz mağazanıza görə, yəni fərqli təyinatda istifadə edə bilərsiniz rahat şəkildə. Qiymət olaraq da ölçüsünə görə yenə dəyişəcək. Baxın, bu 160 manat, 200 manat, 205 manat. Dəmir, taxtana işləməli olanlar var. Sırf dəmirlə olan çeşidlər var. 90 manatı məsələn budur, 137 manat. Yenə burada da keyfiyyətinə görə, dəmirin qalınlığına görə, möhkəmliyinə görə plastiklə olan çeşidlər var. Daha aşağı qiymətə 60 manat olan çeşidlər var. Sırf taxta, dəmirlə olan çeşidlər var. Öz mağazanıza uyğun təyinatda istifadə edə bilərsiniz. 158 manata taxta, bu da dəmirdir, taxta rəngində. Belə səbətlər var, qiymət olaraq 15 manat. Daha sonra burada təsərrüfat mallarında istifadə olunan belə orqanayzerlər var. Təsərrüfat malları və yaxud da ustalar istifadə edə bilər. Baxın, belə bölməli, say olaraq da fərqli çeşidlər var. Xırda bölməli olan çeşidlər var. Daha xırda şurup və s. kimi, vint, nə bilim, və s. məhsuldan istifadə olmasında. Həmçinin daha böyük qablarla olan var. Təsərrüfat stromateriallarda istifadə olunan mağazalar üçün, baxın, belə inşaat mağazalarında orqanayzerlərdir. Qiymət 4 manat 30 qəpik, 6 manat 80 qəpik. Yəqin ki, bir ədədinin qiymətidir. 1 manat 20 qəpikdən başlayır. Ən kiçiyi ölçüsünə görə qiymət dəyişir. Daha sonra aksesuarlarda evdə istifadə elə oluna biləsi belə orqanayzerlər var, siyirməli. Meyvə tərəvəz saxlaya bilərsiniz. İçərisinə saç aksesuarlarını, digər bijuteriya ola bilər. Nə bilim, fərqli əl işi görən xanımları, muncuqları və s. kimi bu orqanayzerlərdə yığıb rahat şəkildə yerbəyer eləyə bilər ki, əlinə atıb hansı yerdən nə götürmək olar. Qiymət olaraq 10 manatdır. Baxın, 4-5 siyirməli 10 manata rahat şəkildə işinizi daha asanlaşdıra bilərsiniz. Bunlar siyirmə ilə də qalxır. Yəni istədiyiniz sayda bunu uzada bilirsiniz. Bu bir ədədi 10 manatdır, onu da deyəsən. Xanım hardadır? Qeyd eləyək ki, bunun sürüşməyindən bildim ki, bir dənə ilə satılır. Bir ədədi 10 manatdır. Yəni 5 ədədini yığıb 50 manata istədiyiniz saya görə tənzimləyə bilərsiniz. Birdən 10-a kimi, 20-yə kimi hündürlüyü özünüz öz zövqünüzə uyğun tənzimləyə bilərsiniz. Onun burada sarı rəngdə olan var. Bunlar isə daha ucuzdur, 5 manatdır. Bunlar biraz daha xırda çeşiddir. Yenə bunda eyni aksesuar, əl işi hazırlayanlar istifadə edə bilər. 50 manat siyirmənədir, bir-birlərinə keçir. Qiymət 5 manat. Bir ədədinin qiyməti. Mağazanın son hissəsini deyib, bunu da deyib inşallah yekunlaşdıraq. Bunlar gördüyünüz kimi fərqli rəng çeşidlərindən mağaza vitrinlərində qiymətliliklər adlanır ki, bu arxasına qiymət kağızları yerləşdirilir. Fərqli rəng öz konseptinizə, öz mağazanın dizaynına uyğun rəngi seçib istifadə edə bilirsiniz. Daha sonra burada isə bir qism hazır vitrinlərin qurulmasında istifadə olunan materiallardır ki, bayaq öncə qeyd etdiyimiz həmən o aksesuarlar üçün olan panellər, onların
taxta ilə panellə işlənən panelləri 2.40-ın neçə oldu? 1.20-nin 2.40 ölçüdə olan çeşidləri qiymət 90 manatdır. Bir ədəd panelin öncə göstərdiyim həmən dəmir qiyməti isə 2-nin 1 ölçüdə 75 manatdırsa bunun qiymətidir. Yeni aksesuar biznesinə baxmaq istəyənlər rahat şəkildə hər hansı bir mağazadan yerdə götürə bilərlər girişdən və s. kimi sadəcə bu şəkildə vitrin götürüb işlərini qura bilərlər. Yeni paltar geyim mağazalarında, polkaların qurulmasında bunlarla bir yerdə işlənilən ləvazimatlar, aksesuarlardır ki, baxın fərqli yenə rənglərdə həm dairəvi, həmçinin də kvadrat ölçüdə, irili, xırdalı, diametrdə fərqli qollar var ki, bunu da yenə öz zövqünüzə uyğun buradan da seçib elə yerində də sifariş vermək olur və yaxud da sifarişinizi verib daha sonra da gəlib əldə edə bilərsiniz. Bu qədər dostlar, bununla da videomuz yekunlaşır. Hal-hazırda biz qeyd etdiyimiz kimi Abşeron filialındayıq. Mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, korpus 4, mağaza nömrəsi 1. Sual və sifarişiniz olarsa mağazanın əlaqə nömrələrini aşağıda qeyd edirəm. Mütəmmadi şəkildə nömrələr aktivdir, əlaqə saxlaya bilərsiniz, dəstək ala bilərsiniz. Hər hansı bir məhsulun qiyməti ilə öyrənməklə bağlı bu filialın əlaqə nömrələridir ki, göndərilmə qeyd etdiyimiz kimi göndərilmə var. Toplu alış zamanı regionlara Abşerondan işləyən yük maşınları vasitəsilə göndərilir. Şəhər və Bakı və Bakı ətrafı ərazilərdə isə toplu alış zamanı çatdırılmaz zamanda dəstək və həmçinin quraşdırılması da ehtiyac olarsa bu mağaza tərəfindən sizə tam dəstək verilir. Həmçinin yeni mağaza qurmaq istəyənlər olarsa da bu mağaza əməkdaşları tərəfindən, rəhbərlik tərəfindən konsultasiya, məsləhət, hansı vitrinləri götürmək daha uyğun olar, qiymət baxımından, keyfiyyət baxımından bu tərəfdən də sizlərə bütün dəstək verilir. Bizim kanaldan gələnlərə özəl olaraq da müəyyən qədər fərq qoyulacaq, cüzi endirimlər olacaq. Bu da ki, böyük alışlarda yaxşı bir məbləğ endirimi deməkdir. Bu qədər. Əgər ətrafınızda mağaza qurmaq istəyənlər varsa da bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb birinci əl bu ixalçı mağaza tanıyıb faydalansınlar. İzlədiyiniz üçün təşəkkürlər. Kanalımıza da abunə olun ki, digər videolarda sizin qarşınıza çıxsın.